Bir də belə bir şey var, mən bir deyim. Mən bir dəfə işləyəndə şəbəkənin şöbə müdiri idim. Mənim müdirim məni çağırdı, dedi ki, sən görürəm, şüşə otaqdır. Deyir, görürəm hər gün, hər dəqiqə işləyirsən, komanda olaraq həmişə işləyirsiniz, dayanmırsınız, yəni nə vaxt baxıram işləyirsiniz, amma sən heç bir iş görmürsən. Necə yəni, mənim xəbərim yoxdur sən nə işlər görürsən. Yəni sən bunu deyir, işi görmək ola bilər ki, məsələn bunun 20%, 30%-dir. Bəlkə də bir 80%, 70% bunun göstərməkdir. Sən işləyirsən, amma mən bilmirəm sən tam olaraq nə işləyirsən. Yəni yaxşıdır ki, bu helpdesk belə, yəni işləyir, gördüyü işi göstərə bilsin. Bəzi insanlar var ki, işləmir hətta, elə göstərir ki, onu ki, baxsan ki, o da bu nələrə qadirdir də. Amma heç olmasa işləyirsənsə, bu işi göstərməyi də bacarmalısan. Əgər sən ancaq işləyirsən və göstərə bilmirsənsə, yəni müdir onu görə bilməyəcək. Yəni mənim vaxtım yoxdur ki, oturum məsələn 100 nəfər IT işçi var, oturum hamı ilə bir-bir gedim, maraqlanım, baxım görüm kim nə iş görür də. Yəni yaxşı olar ki, işçi o işləyəndə o işi göstərə bilsin. Hansı formada göstərə bilsin, bu da bir şeydir. Yəni müdiri hansı formada görsə daha yaxşı olar. Məsələn, bəzi ola bilər ki, bütün mail yazım. Məsələn, həftəlik götürüm, rapor göndərim ki, mən bu işləri görmüşəm. Bəlkə bu uyğun ola bilər. Bəlkə prezentasiya hazırlayım, gedim məsələn, ayda bir dəfə prezentasiya eləyim ki, bir ay ərzində bunları gördüm. Və yaxud da bəzi adi şəbəkədə məsələn, şəbəkə admin var ki, oturur, nə task verirsənsə görür. Vəsə. Amma admin bu olmalı deyil də məncə. Oturmalıdır, baxmalıdır, məsələn, oturmalıdır, baxmalıdır ki, nə edə bilərəm? Daha yaxşı nə edə bilərəm? Məsələn, burada OSPF var, routing protokol. Bəlkə araşdırım ki, ERGP daha yaxşı olar. Gedim bunu müdirə göstərim ki, bax bunu ERGP-yə keçirsək, belə etsək, bu daha gözəl olar. Bu daha bizə nələr verə bilər onu göstərim. O insanlar qabağa gedir.